Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyye ba'de. Amma ba'd. Möhtərəm müsəlmanlar, biz Allah Subhanahu izniyle Şeyx İbn Baz rahimehullahın mühüm dərslər kitabının şərhindən davam edirik. Deməli biz keçən dərs müəyyən surələrin təfsirini götürmüşdük. Ən son qalmış Təkəssür surəsində. Bugün inşallah isə Əsr surəsinin təfsirinə başlayacağıq. Bismillahirrahmanirrahim. Uca Allah buyurur ki: "Vel asri." And olsun əsrə. İnnəl insənə ləfi xusur. Həqiqətən insan ziyan içindədir. İlləl-ləzīnə əmənu və amilu's-salihati və təvasav bil-haqqi və təvasav bis-sabr. Yalnız o kimsələrdən başqa ki, iman gətirərlər, salih əməl eləyərlər, haqqı və səbri bir-birlərinə tövsiyə edirlər. Şərh eləyən Şeyx Arafat Hafizahullah buyurur ki, yani Suratul Asr Mekkiye. Asr suresi Mekke surelerindendir. Yani geçen dersimizde demiştik ki, yani sureler bölünürler. Mekke sureleri, Medine sureleri. Bu sure yani Asr suresi Mekke surelerindendir. Şeyh Hafizahullah buyurur ki, "Hazihi sura ala ihtisariha hiye min ecma'i suvel Kur'an lil hayr bi hadaviriha." Yani bu sure, yani kısa olarak desək, kısa deyimlə, Quran surələri içərisində xeyrə ən əhatəli şəkildə təşviq edən surələrdəndir. Xeyrə ən əhatəli şəkildə təşviq edən surələrdəndir. Velhamdülillahillazi ceale kitabahu kafiyen min kulli ma siwah, şafiyen min kulli da, hadiyen ila kulli hayr. Allah həmd olsun. O Allah ki, öz kitabını bütün pisliklərə kifayət edən, bütün pisliklərdən kifayət edən, hər bir dərddən şəfa verən və hər bir xeyrə doğru yol göstərən bir kitab kimi indirmişdir. Bunu Şeyx gətirir İbn-i Qeyyimin kitabında Miftəhu Darus-Səadə. Sonra buyurur ki, "Vel asr, and olsun əsrə, innel insane lefi xusur." Həqiqətən insan ziyan içindədir. Aqsamallah subhanahu ve teala biz zaman. Allah subhanahu teala zamana and içir. Yani zamana and içir Allah subhanahu teala bu ayette. Ellezî huve zamanul a'malul rabihatul vel khasira. Ala ennel cinsil insan yekunu fi khusran ve su'il aqibe. Allah zamana and içir. Zaman mənfəət gətirən və zərər verən əməllərin vaxtıdır. Yani o insan zamanın içində ya xeyir əməllər eləyir ya da şər əməllər eləyir. Bu antla Allah bizə bildirir ki, insan nəfsinin zərər və pis aqibəti içində olması qaçınılmazdır. Yəni insan nəfsi zərər və pis aqibət içində olmalıdır. Yəni olması qaçınılmazdır. İllellezine amenu və amilu's-salihati və təvasav bil-haqq və təvasav bis-sabr. Sonra istisna edir. Yalnız iman gətirib salih əməl edənlərdən başqa. Yəni onlar ki, iman gətirərlər, salih əməl eləyərlər və təvasav bil-haqqi və təvasav bis-sabri və haqqı və səbri tövsiyə edirlər. İsnəsdə Allah subhanahu və teala əhl-i iman vəl-aməl-i salih. Allah subhanahu teala bu ayədə iman və salih əməllərini istisna etmişdir. Və humullezine kəmulət قوتهم العملية علمية والعملية الذين أوصى بعضهم بعضا بتقوى واجتناب ما نهى الله تعالى عنه وأوصى بعضهم بعضا بالصبر على الأعمال بطاعة الله تعالى والصبر على ما يقدره الله تعالى من المصائب والأقدار. Yani Allah subhanahu teala yani onları neylemişti? İstisna eylemişti. Salih iman getir ve salih emeller. Bunlar ilmi ve emelli kamilliklerini tamamlayan kimselerdi. Bir-birinin haqqı tövsiyə eləyərlər. Onlar bir-birlərinə Allah Taala'nın vacib elədiyini, buyurduğunu və qadağan etdiyi məsələlərdə təqvanı, həmçinin Allahın itaətində çalışmağı tövsiyə eləyərlər. Və həmçinin bir-birlərinə səbri tövsiyə eləyərlər. Onlar Allah Taala'nın təqdir etdiyi müsibətlərə qədər səbr etməyi bir-birinə tövsiyə edirlər. فَإِنَّ اللّٰهَ تَعَالَى أَخْبَرَ أَنَّ جَمِيعَ النَّاسِ خَاسِرُونَ إِلَّا مَنْ كَانَ فِي نَفْسِهِ مُؤْمِنًا صَالِحًا وَمَا غَيْرِهِ مُوسِيًا بِالْحَقِّ وَمُوسِيًا بِالصَّبْرِ. Ve elə də Allah subhanahu teala bütün insanların ziyan içində olduğunu xəbər eləyir. Yalnız özünə iman, salih əməl, haqqı və səbri tövsiyə
etmək xüsusiyyətlərini cəmləşdirənlər bundan istisnadır. Sonra isə buyurur ki, şeyx فَظَهَرَ أَنَّ هَذِهِ السُّورَةِ تَشْتَمِلُ عَلَى أَرْبَعِ الْمَرَاتِبِ. Yəni bu surə yəni 4 dənə mərtəbəni özündə cəmləmişdir. 4 dənə mərtəbəni özündə cəmləmişdir. Əhəduha ma'rifatul haqq. Birinci, haqqı bilmək. Və thaniyə, əməl bihi. Haqqla əməl etmək. Yəni, o bildiyi haqqla əməl etmək. Əth-thalisə, ta'limihi mən la yuhsinuhu. Yəni, bilməyənlərə onu öyrətmək üçüncü. Ər-rabiyə, sabruhu alə təallumihi vəl-əməli bihi. Dördüncü isə, öyrətdiyi və öyrəndiyi şeyə əməl etməkdə səbir olmaq. Yəni, bu surənin qısa olaraq təfsiridir. Daha çox fayda əldə etmək üçün 3 əsas kitabının şərhi dərslərimiz keçmişdik. O dərslərdə daha çox barədə məlumat inşallah əldə edə bilərsiniz. Bundan sonra isə keçir şeyx, yəni sıralama etibarilə Fatihədən sonra təfsir edirik sonra 7-ci surəyə. 7-ci surə də yəni bizim götürəcəyimiz indi yəni Humazə surəsidir. Allah Subhanahu taala Humazə surəsində buyurur ki, Bismillahirrahmanirrahim. Veylul likulli humazatil lumazə. Hər bir qeybət eləyənin, tənə vuranın vay halına. Allah'ın istəyir. Yəni, dəfələrlə dərslərimizdə burada qalmışıq. Quran-ı Kərimdə vay ilə başlayan cəmi 2 surə var. Biri Humazə surəsidir, digəri isə Mutaffifin surəsidir. İkisi də insan haqları barəsindədir. Veylul likulli humazatil lumazə. Hər bir qeybət eləyənin, tənə vuranın vay halına. Əlləzi cəmə'ə mələ və əddədə. Yəni, o kimsə kimdir? Malını toplayır, onu dəfələrlə sayır. Yəhsəbu ənnə mələhu əxlədə. Elə zənn edir ki, güman edir ki, malı onu həmişəlik saxlayacaq, əbədi saxlayacaq. Kəllə, lə yumbədənnə fil hutamə. Xeyr, o mütləq hutaməyə atılacaq. Və mə ədrakə məl hutamə. Sən hardan bilirsən ki, hutamə nədir? Narullahil muqadə. Sonra Allah onu açıqlayır ki, o Allahın qaladığı oddur. Əlləti tattaliu aləl əf'idə. Yəni, odur ki, ürəklərə qədər yüksəlik çatır. İnnəhə aleyhim muqsədə fi əmədin muməddədə. Həqiqətən o, onların üzərində bağlanmış olacaqdır. Şeyx buyurur ki, hafizəhullah, əl-vaylu huvə şər vəl-hələk. Yəni, vay sözü şər və həlak deməkdir. Vəl-huməzətu humməz və lumməz. Huvəl-ləzi yəqtəbun nəz və yək'anu fihim. Humməz və lumməz isə insanların qeyb etməklə və onların eyblən dilə gətirməklə alçaldan, yəni incidən kimsələrdir. ومن صفة هذه الغماز واللماز أنهم لا هم له سوى جمع المال وتعديله والغبط به وليس له رغبة في إنفاق في طريق الخير وصلة الأرحام. Yani bu humazənin xüsusiyyətlərindən biri nədir? Bu insanların xüsusiyyətlərindən biri. Onlar üçün əsas məqsəd yalnız mal toplamaqdır. Onu saymaq və onu yığmaqdır. Saymaq və yığmaqdır. O malın xeyir işlərə və qohumlu qalanlarını qorumağa sərf etmək arzusunda deyil. Yəni, onun belə bir istəyi yoxdur. Şeyx bunu gətirir İmam Sədin təfsirindən. Sonra sorur ki, وَهُوَ يَظُنَّ أَنَّ جَمْعَهُ مَالْ يُخَلِّدُهُ فِي هَذَا الدَّارِ أي لَيْسَ الْأَمْرُ كَمَا زَعْمَ وَلَا كَمَا حَسَبَ. Yəni, o elə zənnəliş topladığı mal, onu bu dünyada əbədi saxlayacaq. Yəni, malının onun ölümdən qoruyacağını və dünyada daim qalacağını düşünür. Halbuki məsələ, yəni hiç onun düşündüyü kimi deyil. Sonrası buyurur, Hutamə. Hutamə ismu min əsmai cəhənnəm. Hutamə cəhənnəmin adlarından bir addır. Summiyyət bizəlikə, ona görə bu adlanır. Liənnəhu tuhattamu mə yulqa fiyhə və tuhşimuhu əy təksiruhu fəhiyyə təksirul izam bə'də əkələhəl ləhəm. Yəni, Hutama cəhənnəmin adlarından bir addır. Bu adla adlandırmağın səbəbi, yəni bu adla ona niyə verilib? Yəni, qarşısına atılan hər şeyi əzib parçalayır. Yəni, ətləri yedikdən sonra sümükləri belə sındırır. Allah qorusun. Və mə ədrakə məl Hutama, yəni sən hardan bilirsən Hutamənin nə olduğunu? Deyək, həzəl istifham li təvilil və təvziyə.
فهي نار الله الموقة التي تأكل جميع أجسادهم حتى إذا بلغت إلى الفؤاد خلق خلقا جديدا وهرجعت تأكلهم. Ve buyurur ki, yani sen ne bilirsen hutame nedir? Bu sual onun dehşetini ve əzəmətini göstermekten ötürdür. Hutame elə bir Allah'ın qaladığı oddur ki, bütün bedenleri yandırıp mahvedecek. Allah korusun biz ondan. Allah'ım ya Rabbi sana sığınır cehennemden. Hatta bedenler içerisinde ürəkləri satacak. Fehiyyə muğallaqatun mutbiqatun aleyhim. Yani onların neyince üzerine kapanacak. Fil selasil vel aglal fesed aleyhim biha ebvâbe la yumekkinuhum huruc fahum yuazzibuna bi amdi finnar. Yani onların elə bir yerde olacaklar ki, zincirlenmiş, qandallanmış vəziyyətdə onların yani qapısı da məhv olub yani. Yani qapısı da məhv olub ki, orada niyəcəklər, çıxa bilməyəcəklər. Bağlanacaqlar sütunları, orada onlara əzab olacaq. Bu da qısa olaraq Humezə surəsinin təfsiri idi. Yəni təbii ki, bunlar qısa-qısadır. Sonra isə keçid növbəti surənin təfsirinə, 8-ci surə, o da Fil surəsi. Suratul Fil, Fil surəsi. Allah Subhanahu taala buyurur ki, Bismillahirrahmanirrahim. Ələm tərə keyfə fəalə rabbuka bi ashabil fil. Məcər Rəbbinin fil sahiblərini nə elədiyini, nələr elədiyini görmədinmi? Ələm yec'al keydəhum fi tadlil. Məcər onların hiləsini boşa çıxarmadı mı? Və ərsələ aleyhim tayran əbabil. Onların üzərində dəstə-dəstə quşlar göndərdi. Tərmihim bi hicarətin min siccil. Onlar həmin quşlar bişmiş gildən daşlar atırdı onların üzərində. Fəcəaləhum kə'asmin mə'kul. Beləliklə də Allah Subhanahu taala onları nəticədə yeyilmiş əkin yarpaqları kimi elədi. Yeyilmiş əkin yarpaqları kimi elədi. Şeyx Hafizahullah buyurur ki, yəni şərhində bu surə Əl-Xitabu lin-Nəbi sallallahu aleyhi və səlləm. Yəni burada müraciət xitab Peyğəmbər sallallahu aleyhi və səlləmədir. Ələm ta'ləm əyyuhən nəbi. Yəni bilmirsənmi ey Allahın peyğəmbəri, ey Allahın nəbisi. Keyf fəalallahu Teala bi Əbrahal Əşramil Həbəşi və ceyşuhu əlləzi qadəmə bihim minə sənə'a bil filətilləzi əradu təqribul Kəbə və hədəməhə. Yəni sən görmürsən mi ey Allahın peyğəmbəri, Rəbbin nələr elədi Kəbəni dağıtmaq istəyənlərə. Həbəşistandan gəlmiş fil ordusundan nələr elədi. O da kim idi? Əbraha Əşram Əl-Həbəşi və onun ordusu. Hansı ki onlar Sənədən, Yəmən tərəfdən gəlmişdilər. Hara? Məkkəyə Kəbəni məhv eləməkdən ötürü. Kəbəni məhv eləməkdən ötürü. Allahu Akbar. Və buyurur ki, فَجَعَلَهُ اللّٰهُ تَعَالَى سَعْيُهُمْ فِي الضَّيَّاءِ وَالْأَبْتَلَ مَكْرَهُمْ فَلَمْ يَسِلُوا إِلَى مُرَادِهِمْ. Allah Subhanahu onların səylərini zəlalətə uğratdı, puça uğratdı və məhvə uğratdı. Məqsədlərinə çatmalarına da imkan vermədi. Fərəsallahu Teala aleyhim tuyur mütətəbi'əlləti yettəbi'u ba'duha ba'dan cəmaat. Allahu Akbar. Tərmihim bi hicaretin min tinin qasin fəəsbəhu kəzar'in və tibnə əkalathu dəvab fərətəthu fəyebis fətəfərrəqat əczahu fəcəmə'əl muhanətu vəl-xissə. Allah Subhanahu taala onların üzerine gönderdi. Birbirinin ardınca gelen dəstə-dəstə quşlar gönderdi. Hər quş dəstəsi özündən əvvəlki dəstəni izləyirdi. Bu quşlar onlara bişmiş gildən daşlarla daşlayırdılar onları. Nəticədə onlar nə kim oldular? Yeyilmiş, parçalanmış, əkin yarpaqları kim oldular? Bədənləri parçalandı və məhv oldular. Qüdrətləri və əzəmətləri də yoxa çıxdı. Fəamallahu Teala beytəhu min dənəsil hauləl fəcərə və intəqamə mimmən ərada sur bi cəmaətü tuyur. Beləcə də Allah Teala bu yəni günahkarları və bu şər istəyənləri onun evinə qarşı quş dəstəsi ilə vasitəsilə məhv elədi və öz evini qorudu və himayə elədi. Sonra isə keçirik növbəti surə olan Qureyş surəsinə. Allah Subhanahu taala buyurur ki, Bismillahirrahmanirrahim. لإيلاف قريش إيلافهم رحلة الشتاء والصيف فليعبدوا رب هذا البيت الذي أطعمهم من جوع وآمنهم من خوف. Qureyşin birliyinə, yəni cəmaat olmasına, ülfətinə görə, onların qış və yay səfərlərində olan ülfətinə görə, qoy onlar bu evin Rəbbinə ibadət eləsinlər. O Rəbb ki, onları acılıqdan qurtarıb yedizdirdi
və onları qorxudan əməllanmaq içinə saldı. Onlar qorxudan əməllanmaq xeyirdi. Summu Qureyşən litticarət və cəmə'əl məl və ləm yəkun əshabu dar' və la zira və mən ədəm ənəm yüsəfirin litticarə. Yəni Qureyşlilər ticarətlə məşğul olub mal toplayırdılar. Onlar əkinçiliklə məşğul deyildilər və torpaq sahibi də deyildilər. Buna görə də Allah onları qış və yay ticarət səfərlərinə asanlaşdırmışdı. Feyec'aluna ta'am minəş-Şam fi şita və minəl-Yemen fi's-sayf. Onlar qışda Yəmənə, yayda isə Şama səfər edirdilər. Fəkanu izə şa'u və tahalu və izə şa'u aqamu. Fəkanu zəlikə min ni'mətillah aleyhim bi xilafil arab. Kanu يغير بعضهم على بعض ويقدرون على ذلك ولا يستطيعون من الخوف. هذا معنى قوله تعالى أولم نمكن لهم حرما آمنا يجبى إليه ثمرات كل شيء رزقا من لدنا. Ve onlar yani Yemen'e sıkıştı Yemen'e. Yani ise Şam'a gedirdiler. Allah onları acılıktan koruyarak yedizdirdi. Onları tehlikeden korudu. Ve onlar neyledi? Tehlikeden korudu ve onlara emin-amanlıq verirdi. Yani buna göre de Allah Subhanahu Teala onlara emir edir ki Allah Subhanahu Teala'nın bu evin Rabbine ibadet eləsinlər, Allah Subhanahu Teala ibadet eləsinlər. Yani Allah yani onlara olan nimetli olarak hatırladır. Yani onların adəti belə idi ki, ticarət üçün səfərlərə çıxırdılar. Yani qışda Şama dediğimiz kimi yayda için Yemen'e gedirdiler. Eğer isteseydiler, gider, istemeseydiler geri qaydardılar. Bu Allah Teala'nın onlara bəxş etdiyi böyük bir nimet idi. Onlar Ərəb qəbilələrindən fərqli olaraq bir-birlərinə hücum etmirdilər. Və buna gücləri də çatmırdı. Qorxu içində deyildilər. Bunun mənasında Allah'ın bu ayəsində ifadə olunur ki, yəni Allah Subhanahu buyurur ki, "Əvələm numəkkin ləhum haraman aminən yucbə ileyhi təmarat kulli şeyin rizqan min ladunna." Məgər biz onları ətraflarından insanların qapılıb aparıldığı halda təhlükəsiz və müqəddəs bir yerdə yerləşdirmədikmi? Və bu da Şeyh buyurur ki, "Haytu qala", bu da İbrahim zəlikə bi da'vati İbrahim aleyhisselam. Bu da İbrahim aleyhisselamın duasına görə idi. Ki İbrahim aleyhisselam buyurur ki, "Rabbi cəal hada bələdən aminen varzuq əhləhu minət-təmarat." Ey Rəbbim, buranı əmləməyənlik diyarı et və əhalisini meyvələrlə ruziləndir. Varzuq əhləhu minət-təmarat. Bəqərə surəsi 26-cı ayə. وهذا سبب للعجب وحقهم أن يشاركوا الله تعالى أن يشكروا الله تعالى على استقامة معاشهم وانتظام رحلاتهم. Subhanallah. Yani bu hakikaten yaratamız bir nimetiydi. Onların üzerine düşen şey neydi? Allah Teala'nın vermiş bu nimetlerini şükürlemek, yaşayışlarını ve seferlerini nizamlı şekilde devam ettirmekti. Ona göre de onlar kış ve yay seferlerine riayet edir. Allah'ın ona verdiği nimetlere göre onun ibadetine yönelirdiler. Çünkü Allah onları yedizdirir ve ihtiyaçlarını təmin edirdi. Onlar Məkkədə əkinçilik etmirdilər. Orada ne əkin sahələri var idi, ne de əkinçilik imkanı var idi. Həmçinin səfər etdikləri zaman təhlükəsi idilər. Onlar Məkkə əhlindən olduqları üçün heç kəs onlara toxunmağa cəsarət etmirdi. Bu da Allah'ın onlara verdiği nimətlərdən böyük bir nimətidir. Yani sonra inşallah devam edilir növbəti Suratul Maun. Təbii ki, bu da qısa-qısadır. Bismillahirrahmanirrahim. Ərəeytəl-ləzi yukezzibu bid-din. Ərəeytəl-ləzi yukezzibu bid-din. Yani dini yalan sayanı gördün mü? Fədəlikəl-ləzi yəd'u'ul yetim. O yetimi qovuluyar. Və la yahuddu ala ta'amil miskin. O hiç miskini yedirmeye de təşviq eləməz. Fəvaylul lil-musallin-ellezine hum an salatihim sahun. Vay nalına o namaz kılanların ki onlar öz namazlarında gafildiler. Ellezine hum an salatihim sahun, ellezine hum yuraun. O kimseler ki özlerini gösterirler. Ve yemne'unel ma'un. Ve ma'unu da mani olarak. Ma'un da nedir? İnsanlara yani faydalı şeyleri vermirler yani. Faydalı olan şeyleri vermirler. Ne diyelim ma'un alimler diyelim qabqacaktır vesaire. Yani Allah Subhanahu Teala buyurur ki "Unzur ilellezî kezzebe bil ba's ve yevmil cezâ'i ve hisâb. Tecri fi âzil munkerât ve ahlâkil kabîh ve a'mâlus seyyi'â fe leyse fîhî rahmetun ve lâ li eytâmil ve lâ mesâkîn. Fehiye qâsil kulûb ve teqharul yetim ve yedfa'u bi'anfin ve cefâh ve lâ yut'amul miskin ve lâ ya'mur bi it'âmihi." Allahu Ekber. Yani burada yani şeyh buyurur ki yani o ma'un
Yəni dirilməni, haqq hesab gününü, cəza gününü yalan sayanlardan daşıyan birinci. Rəayətəlləzi yükəzzibu bid-din. Yəni yükəzzibu bid-din gününü, yəni dirilməni, haqq hesabı və cəza gününü yalan kimsəyə nəzər salmağı Allah Subhanahu əmr edir. Amma belə insan əxlaqında bu mənfi xüsusiyyətləri görərsən. Məsələn, o necə biridir? O yetimə qarşı mərhəmətsizdir. Onu çobuk şəkildə qovar, təhqir eləyər və haqqını verməz. Miskini yedirməyə təşviq eləməz. Allahu Akbar. Namaz qılsa belə namazlara qarşı səhlənkardır və ondan qafildir. Əməllərinə gəldiksə, əməllərini riyakarlıqla edir. Yəni insanları göstərmək üçün edir. Onu əsirgəyər, yəni insanların bir-birinə verdiyi və böyük zəhmət tələb etməyən kiçik faydalar və yardım belə onlardan əsirgəyir. Və elə yəni surə göstərir ki, axirət gününü yalan saymaq insanın əxlaqına, əməllərinə böyük təsir edir. Böyük təsir edir. Allahu Akbar. Yetimə mərhəmətsizlik, miskinə etinasızlıq, namaza səhlənkarlıq, riya və insanlara kömək etməkdən imtina etmək bunun hamısı nəticələrindəndir. Bunun nəticələrindəndir. Sonra isə yəni şeyh buyurur ki, "Lənnəhum kanu yuəxxiruna as-salah hatta yaxruc vaxt." Allah Subhanahu taala onları qorxudur. Çünki onlar nə edirlər? Namazın vaxtını gecikdirirdilər. Namazı gecikdirirdilər, hətta vaxtı çıxırdı. Və izə kana Allahu Teala təavvada bil vayl lil musalli allazi huwa sahin fi salah və yura'i fiha. Əgər Allah təhdid eləyib, o namaz qılan ki, namazında pis şəkildə qılır və özünü göstərir namazında. Fəkeyfə billəzi la yusalli bi kulliyyə. Bəs heç namaz qılmayan hal necə olsun? Və vaylul kull vayləhu. Ona bütün vayların hamısı vay olsun. Və aleyhi la'inullah ilə yevmil qiyamə mə ləm yətub. Allah Subhanahu qəzəbi var. Lənəti var onun üzərinə tövbə etmək müddətcə. Və həqiqətən münafiqun kanu yuraunən nas bi salatihim iza hadaru və yetrukuna iza gabu. Və münafiqlər belə idilər. Onlar insanları görəndə namazlara gəlirdilər, özlərini göstərirdilər. İnsanlar olmayınca namazları tərk edirdilər. Və min sifatim annahum yemna'un al-i'anata ma la yadur fi i'anati kad-dawli wal-qadr nahu zalik. Olan sifətlərindən biridir ki, onlar yardıma meyil göstərmirlər. Yəni hansı ki qısa bir şeydir. Yəni istər vedrə olsun, istər qazan olsun və s. Bunu isə mani ordular qonşudan, ehtiyac sahibindən əsirgirlər. Bunu isə ehtiyac sahibindən əsirgirlər. Sonra isə keçək növbəti surəyə, qısa olaraq Kəvtər surəsi, hamımızın bildiyimiz Kəvtər surəsidir. Uzaqlaşırıq. Bismillahirrahmanirrahim. İnna a'taynakal Kəvtər. Sənə Kəvtəri verdik. Fəsalli li rabbika vanhar. Elə buna görə də Rəbbinə namaz qıl və qurban kəs. İnnə şəniyəkə huvel abtar. Yəni sənə sonsuz deyənin özü sonsuzdur. Xeyirdən məhrumdur. Və ya da səni bəyənməyənin. Şeyh buyurur ki, Hafizəhullah, Xassallahu Teala bi Nebiyyi Muhammed sallallahu aleyhi ve sellem bi nehri fil cənnə. Aleyhi xayrun ketir. Yəni Allah Subhanahu taala Peyğəmbər sallallahu aleyhi ve sellem xüsuslaşdırıb cənnətdə bir çayla. Hansı ki onun üzərində çoxluq eyirlər var. Və hafatahu qabaibul lu'lu mucaffa və tinuhu əv tibuhu miskil adfar. Hansı ki onun üzərində yəni qədəhlər var və onun dadı, qoxusu, misk qoxusu kimidir. Əmrəllahu Teala ən yec'alə salatahu və nəhruhu lillahi Teala vahdə. Allah Subhanahu taala əmr edir ki, insan namazını və qurbanını yalnız Allah üçün eləsin. Və xassar hətəyin ibadətini bizzikri. Allah Subhanahu taala bu iki ibadəti zikr edib. Namaz və qurban. Li'annəhumə min əfdəlil ibadət və əcəllil qurbət. Çünki onlar əməllərin ən fəzilətli və Allaha ən çox yaxınlaşdıran əməllərdir. Və li'annə salat tadammanul xudu' fil qalbi vəl cəvarih lillahi Teala. Çünki namaz qəlbin və bəzaların Allah qarşısında zəlilliyini, boyun əyməyini, mütiliyini göstərir. فَتَنْقَلُهُ فِي أَنْوَاعِ الْعُبُودِيَّةِ وَفِي النَّحْرِ وَتَقَرُّهِ إِلَى اللّٰهِ بِأَفْتَرْ مَا عِنْدَهُ الْعَبْدُ مِنَ النَّهَائِرِ. Qurbana gəlincə isə, qurban da nədir? İnsan özündə olan, ən dəyərli şey olan maldan Allah yolunda qurban kəsir, xərcləyir. Və ixracil məl əlləzi cəvlət nufus alə məhəbbəti və şuhibihi. Yəni o Allah yolunda sərf eləyir. Malını hansı ki nəfslər onu sevir, nəfslər ona tamah bəsləyir. İnnə şəniyəkə huvəl əbtar. Yəni sənə sonsuz deyən, özü sonsuz deyən, yəni aduvvaka, sənin düşmənin. Və mubğidukə, sənə qəzəblənən.
Və zəmməkə. Yəni səni qınayan. Huvə əqallu və əzəl. Yəni o özü azdır və daha zəlildir və xeyirdən məhrumdur. Onu ki, alimlər deyirlər ki, Peyğəmbər sallallahu aleyhi ve səlləmi qəbulləməyən, onun hədislərini bəyənməyən, nifrət edən, rədd edən və s. Onlar da bu ayın hökmünə daxildirlər ki, sənə qəzəblənən özü xeyirdən məhrumdur. Xeyirdən məhrumdur. Bundan sonra isə gələ növbəti surə, Kəfirun surəsi. Onun isə Kəfirun surəsindən ta Nəs surəsinin kimi gələndə götürərik. Düzün Allah bilir. Və sallallahu nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecməin. Subhanəkallah və həmdik. Əşhədən də əstəğfirullah və atubu ilayh. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.